Qardaş, bu dövlət maşını sürən sürücülər niyə cəlmələnmir? Yalandan hər kəsə bir dənə dangdan qoyublar, nə bilim, sarışın işıq radiatora qoyublar. Bu A ilə başlayandır, P-dir, J-dir. Bunlarla başlayanlardır. Bunlar niyə cəlmələnmir? Yəni niyə mən sürücü cəlmələnməliyəm, onun sürücü cəlmələnməliyəm? Protiv qoymurlar, avtobus zolağı qoymurlar, qoşa xət qoymurlar, sağdan girmə, soldan girmə. Bu dövlət tədbiri olanda başa düşür, sapravaji dilində başa düşür ki, indi bu dövlət tədbiri, yəni xüsusi nümayəndədir getməli. Qardaş, sağ qoymurlar, sol qoymurlar. İnandım ki, onlar cəlmələnsə, maaş onların idarəsi tərəfindən yox, sürücünün öz cibindən ödənsə, onlar o hoqqanı çıxartmazlar. Yəni bunu niyə biz, mən də sürücüyəm, o da sürücü. Xeyr oluyor, çıxmalıdır, protivdən gəlib keçib mənim qabağımda saxlanır. Ben arxada məndə, indi video paylaşacağım, ben 2 dənə video paylaşacağım. Biri adacığın üstündən çıxıb, hələ mənə bir utanmaz dangdan deyilir ki, yəni mənə niyə yol verir. Biri də protiv loba-lobda çıxıbdır, bütün arxamdan saxladı, bütün hərəkəti dayandırdı. Niyə nəzarət yoxdur? Niyə o sürücülər cərmələnmir? Qurum olsun da dövlət qurumuna göndərirsən, həmin də qurum zəhmət çəkir, yazır həmin sürücünün belinə cərməni. Ben gözümün şahidi idim ki, özüm şahid olmayım. Məktəbdən uşağı götürdülər, bilməm, aynan başlayırdı, peynə başlayırdı. Uşağı götürdü, müqalkanın yardımında dangdan verə-verə çıxdı, avtobus zolağa sonra çıxdı, protivə çıxdı da getdilər. Xeyr ola. Qanun hamısına eynicə qardaş. Fərqi yoxdur A'dan Z'yə. Cərmə necə ki mən cərmə ödəyirəm. Qardaş cərmə çəksin həmin qurumun da sürücü cərməni ödəsin də. Da bəsdir də bunu düzəltməlidir. Bunu sən mən deyib düzəltməliyik ki, qardaş hamı qaydaya əməl etməlidir. Qurtardı getdi.